Araz çayının solunu istəyir bizdən uşaqlar. Bu bizim Araz çayımız. Diqqətli baxın. Bu bizim Araz çayımız. Biz Arazın solunu iki hissəyə bölək gəlin. Naxçıvanda olan solda olanlar, Kiçik Qafqazın cənubunda olan solda olanlar. Naxçıvanda olan solda olanlar, bundan qabaqki dərsdə izah eləmişəm. Canlılarda videoları YouTube kanalına yükləyirəm. Oradan girib köhnə dərslərə toplunun izahlarına baxa bilərsiniz. Burada Arazın solundan başlayanda Sədərək düzü, Şərur düzü, Naxçıvan düzü, Gülüstan düzü və Ordubad düzü. Gördünüz, bunlar Naxçıvanda olub Arazın solunda olan düzənliklərdir. Qəbula bu tip suallar düşübdür və düşəcəkdir də. Ona görə xüsusilə diqqətli olursunuz. Arazın soluna Kiçik Qafqazın cənubundan olanlar. Gəyən, İncə, Hərəmi, gördünüz, Gəyən, İncə, Hərəmi. Bir də Mil, Arazın solunda yerləşir. Arazın sağında isə yalnız bircə dənə düzənlik var. O da Muğan.